Birden anladım. Bir anda anladım ki düşünceler sadece bir illüziyadır. Ve düşünceler yaşadığımız acıların birçokuna göre cavabdehdir. Hamısına olmasa da birçokuna göre cavabdehlik taşıyor. Sonra birden hiss ettim ki artık bu düşüncelere başka bir prizmadan baxıram. Ve maraqlandım ki kim ne bilir mən nə düşünürəm. Bu anda sonsuz, gözəl və möhtəşəm bir azadlıq hissinə qapıldım. Problemlərdən dönüb bir anlıq özümə baxdım. Gördüm ki, etdiklərimdən daha çoxuna qadirəm. Gördüm ki, bədənimdən daha çox böyükəm. Gördüm ki, mən hər şeyəm və hər kəsəm. Və mən artıq kainatın bir parçası deyil, kainatın özüyəm.